İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyanın paytaxtı Tirana şəhərində Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısının açılış mərasimində görüşüblər. Görüşün hələlik detalları açıqlanmır. Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da hələlik sülh sazişi imzalanmayıb. Nikol Paşinyan İTV-yə verdiyi açıqlamada Azərbaycanın konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olduğunu bildirib. Paşinyan Azərbaycanın iddialarına qarşı ən qısa yolun sülh müqaviləsinin imzalanması olduğunu deyib və əlavə edib ki, Ermənistan Azərbaycanın konstitusiyasındakı iddiaları qabartmır. Human Rights Watch Beynəlxalq İnsan Hüquqları Təşkilatı bildirib ki, İsrailin Qəzza zolağına qarşı 8 həftədir tətbiq etdiyi ərzaq, su və humanitar yardım blokadası artıq yox etmə vasitəsinə çevrilib. Təşkilat əlavə edib ki, İsrailin blokadası artıq hərbi taktika çərçivəsini keçib və məhv etmə vasitəsinə çevrilib.